Salam, hər kəsə salamlar olsun. Bu günlərim üçüncü qrupların və ikinci qrupların ikinci cəhd imtahanları oldu və mən daha sizə tarix fənninin, yəni üçüncü ixtisas qrupları üçün olan sualların cavablarının izahlarını paylaşıram. Deməli, 31-ci sual 1955-67-ci illər arasındakı dövrə aid olan ifadələri müəyyən edin. Deməli, bu testimiz bizim 1945-2024-cü illər müasir dövr ümumi tarixindən gələn deməli sualdır və bu testin düzgün cavabı olacaq böyük sıçrayış və Avropa İqtisadi Birliyinin yaranması. Nəyə görə Falkland böhranı olmayacaq? O 1982-ci ildir. Ərəb baharı 2011-ci ildir. Körfəz müharibəsi 1991-ci il olduğuna görə cavablar çıxırıq. Yerdə qalır 1-3 cavab B bəndi. Növbəti sual, 32-ci sual. 20-ci əsrin, üzr istəyirəm, 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərindən biri idi. Paytaxtı Gəncə şəhəri idi. Azərbaycanın qərb torpaqlarının xristian dövlətlərinin hücumlarından müdafiə olunmasında mühüm rol oynadı. Mətndə bəhs olunan dövlətdən fərqli olaraq Salarilər dövləti. 9-11-ci əsrlər Azərbaycan dövlətlərindən gələn sualımızdır. Deməli, mətndə verilən dövlət hansı dövlətdir? Gəncə varsa bu Şəddadilər dövlətidir. Şəddadilərdən Səlarilərin fərqini soruşur. Deməli, burada düzgün cavab Azərbaycan vahid dövlətdə birləşdirmişdi Səlarilər, Şəddadilər birləşdirə bilməmişdi və bir də Azərbaycanın cənubunda meydana gəlmişdi. Şəddadilər isə Azərbaycanın şimalında paytaxt Gəncə şəhəri olaraq meydana gəlmişdi. Cavab D bəndidir. 33-cü sual. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycanın mədəniyyətinə aid olan ümumi cəhət. Bu dəfə də mədəniyyət sualımız daha çox 19-20-ci əsrlərdən gəldi. Artıq memarlıq abidələrindən suallar gəlmir. Son iki imtahandır. Və burada düzgün cavab nə olacaq? Burada düzgün cavab olacaq Azərbaycan türkcəsində qəzet və jurnalların çap edilməsi variantı. Cavab Y bəndidir. 34-cü sual uyğunluq gözlənilmişdir. Deməli, orta əsrlər ümumi tarixə aid olan sualdır və orta əsrlərə gələn sualdır və Frank dövlətindən gəlib sual. Frank dövləti hər zaman uşaqlar üçün bir qədər çətinlik belə deyək də törədən mövzulardan biridir. Burada düzgün cavab olacaq. Kordova dövləti ilə müharibələr aparmışdır. Frank hökmdarı Böyük Karl. Cavab Y bəndidir. 35-ci sual qədim dövr, deməli Makedoniya dövlətindən gəlir. Yəni qədim dövr Avropasından gəlib, bu dəfə Makedoniyadan gəlib sual. İskəndərin hakimiyyət dövrü üçün xarakterik deyil. Biz burada nəzərə almalıyıq ki, İskəndəri biz öyrənirik bir sərkərdəlik dövrün, bir də hökmdar olduğu dövr. Yunan şəhəri dövlətlərin azadlığına son qoyulması, bu zaman o sərkərdə idi. Amma bizdən hökmdarlığını soruşur. Ona görə də bu Xareneya döyüşünə gedir söhbət təbii ki. Bir olacaq cavab, biri olacaq birinci bənd və daha sonra Makedoniya dövləti imperiya çevrilməsi təbii ki, onun hakimiyyətinə aid olduğuna görə o cavab düzgün deyil. Əhəməni dövləti süquta uğratması bu zamanda hökmdar idi. Atropatena dövlətinə hərbi yürüş təşkil etməsi bu ona görə səhvdir ki, İskəndər yürüş eləyəndə Atropatena dövləti yox idi. Ona görə 4-ü götürürük. Müqavimətə baxmayaraq bütün Hindistanı biz hər şeyə deyirik, bütün sözü varsa orada nəsə diqqətlə oxumaq lazımdır. Bu dəfə də o bütün sözü bizə ipucu veribdir. Bütün Hindistanı işğal etməmişdi. Hindistanın şimal-qərbini işğal etmişdi. Növbəti sual 36-cı sual. Deməli, yeni sülalə və dövlətin əsasını qoymuşdu. 160-cı ildən etibarən Böyük Atabəy adlanmışdı. Böyük Atabəy isə bu Şəmsəddin Eldəzdən gedir söhbət. İkinci aid olan şəxs isə 1186-cı ildə hakimiyyətə gəldi. Həmədan döyüşündə qələbə çaldı və Təbrizdən çıxan tərkibindən çıxan vilayətləri mərkəzi hakimiyyətə tabe etdi. Söhbət gedir Şəmsəddin Eldənizlə Qızılarslanlar. Birinci və ikinci abzasda haqqında bəhs edilən hökmdarların ümumi cəhəti. Hər ikisi Şirvanşahları tabe eləmişdilər. Sultan titulunu Qızılarslan qəbul eləmişdi. Dəbil əmirliyi Qızılarslana aid deyil. Monqolların yürüşlərinə məruz qalması da ki, o Özbəyin dövründə olacaq. Yalnız bir cavab Y bəndi. Kartli Kaxetiya çarı 2-ci İrakli və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanın hücumunun nəticəsində xanlıqlardan gələn sualımızdır. 1780-ci ildə olmuşdu bu hücum. Nəticədə Gəncə xanlığında 2 hakimiyyətli yaranmışdır. Cavab C bəndidir. Növbəti sual erkən orta əsrlər 3-7-ci əsrlərdən gələn sualdır. Deməli, Sasani İmperiyasının tərkibində bəlkə də bugünkü qəbulda, bugünkü imtahanda ən asan sual budur ki, Sasani İmperiyasının tərkibində Xostaq torpaq mülkiyyət forması var idi, Uc Səlcuqlarda idi, Qazi ərəblərə aid olan ifadə idi.
Ərəb xilafətinin tərkibində olanda da cizyə can vergisi idi. Amil vergi toplayan şəxsə deyirdilər. Satrap da deməli ərəblərə aid deyildi. Cavab A bəndidir. 1A, 2A, B. Dövlətin ümumi cəhətlərinin doğru verdiyi sıraları müəyyən edin. Albaniya, Avropa Hun dövləti, birinci Göytürk, Uyğur dövləti və Ərəb dövləti. Baxırıq birinci deməli sırada C və D dövlətlərini götürürük. Yəni birinci Göytürklə, deməli Uyğur dövlətinə aid olan Çin üzərinə uğurlu hərbi yürüş etmələri düzgün variantdır bu. Ümumi cəhd sayılır hər ikisinə. İkinciyə baxırıq. A. Albaniya, B. Avropa Hun dövləti, C. Birinci Göytürk dövləti, Bizans dövləti ilə diplomatik münasibətlər qurmaları. Bu da düzdür. Digərlərinə baxırıq. B, C. Avropa Hun dövləti və birinci Göytürk. Aşı ilə əsli bu səhvdir. Bu cavab getdi. Növbəti də B, dördüncü bənddə deməli Avropa Hun, birinci Göytürk və Ərəb dövlətinə o ümumi cəhət Sasanlara qarşı müharibədə qalib gəlməsi, Avropa Hun Sasanlara qarşı müharibə aparmamışdı. Ona görə 4 də səhv gedir. 5-ə baxırıq. Albaniya dövləti və Uyğur dövləti eyni əsrdə süqut eləmələri bu da düzgün variant deyil. Cavab 1, 2, deməli B bəndidir. Növbəti sual, 40-cı sual. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. A bəndində baxırıq, Qaraqonlu Sərdərud döyüşündə Teymuriləri məğlub etməsi 1408-ci il Teymurların Azərbaycan torpaqlarından hakimiyyətinə son qoyuldu. Cavab düzdür. Cavab A bəndi. 41-ci sual. Qazan və Həştərxan xanlıqlarının tarixlərinə aid oxşarlıq. Qazan və Həştərxan xanlıqları, deməli, Qızıl Orda dövlətinin zəifləməsi nəticəsində yaranmışdı, parçalanmasından meydana gəlmişdi. Cavab D bəndidir. Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsinə aid oxşar cəhət. Bu dəfə də hər iki Qarabağ müharibəsindən sual gəldi. Deməli, Azərbaycan Respublikası ərazi bütövlüyünü təmin etdi. Xeyr, birinci Qarabağı çox təəssüf ki, uduzmuşduq biz. Rusiya vasitəçili hərbi əməliyyatı dayandırıldı. Hər ikisində olmuşdu. Birincidə Bişkek protokolu, ikincidə üç tərəfli bəyanat. Azərbaycanın yerli istehsal pualarda istifadə birinci Qarabağda olmamışdı. Füzuli və Cəbrayıl rayonları ərazisində hərbi əməliyyatlar aparılmışdı. Düzdür. Cavab 2, 4, A bəndi. Eyler Venn diaqramı verilibdir. Şah birinci Təhmasib, Şah Məhəmməd Xudavəndə. Paytaxt yeni şəhərə köçürüldü. Təhmasib paytaxtı Qəzvinə köçürmüşdü. Osmanlı dövləti ilə müharibə aparılması hər ikisinə aiddir. Osmanlı dövləti sülh müqaviləyə bağlanması Təhmasibin dövründə 1555 deməli Amasya sülhüdür, amma Xudabəndənin dövründə yoxdur. Oğlu Abbas gəldi müqavilə bağladı. Molla Nəzərli döyüşdə Krım xanlığının məğlub edilməsi Xudabəndənin dövrüdür, 78-ci il. Səfəvi sülaləsinə mənsub olması təbii ki, hər ikisi Səfəvi sülaləsinə mənsub idi. Cavab gedir, deməli B bəndi. 1AC, 2D, 3BY. Növbəti sual. Şimali Azərbaycan 19-cu əsr 50-70-ci illər tarixinə oxşar cəhət. Qafqaz canişin tərkibində olması. Qafqaz canişin nə vaxt olubdu? 1844-1883. Ona görə birinci sual, birinci cavab uyğun gəlir. Yeni quberniyaların yaradılması. Deməli, yeni quberniyalar 1859-cu ildə yarandı. Deməli, Bakı quberniyası, amma 70-ci illərdə quberniya yoxdur. Ona görə 2 getmir. Kəndlərdən hərbi vergi 1887-də 3 də getmir. Neft emal edən zavodların tikilməsi 1859-cu il və 1870-ci illərdə olduğuna görə cavab 1, 4, A variantıdır. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin. Deməli, 14-cü əsrin birinci yarısı, yəni 1301-dən 1350-ci ilə qədər, Dərbəndilər sülaləsi 1382-dir, bu cavab götürülmür. Osmanlı dövlətinin yaranması 1302, düzdür. Avropada 100 illik baş çatması 1453-dür, uyğun gəlmir. Fransada baş ştatlar 1302-dir, uyğun gəlir. Kresi döyüşündə ingilislərə məğlub olması, İngilislərə fransızlar məğlub olması 1346, bu da uyğun gəlir. Cavab nədir? 2, 4, 5. Cavab C bəndidir. Növbəti, deməli, sual, neçənci sual gəlir? 51 dedi, 52. Mehranilər sülaləsinin Albaniya hakimiyyəti olduğu dövrə aiddir. 630-705-ci il soruşur bizdə. Maneçilik təlimi 3-cü əsrdir. Babək Xürrəmlərə başçılıq etdi 816-cı ildən. Amid döyüşü 359-cu ildir. Ərəblərə qarşı Azərbaycan cənubuda üsyan baş verməsi cavab D bəndidir. 3-cü Mömin Baçaqan isə deməli xristianlığı yaymağa istəyirdi. 5-ci əsrin sonlarında bu da getmir. 53-cü sual.
Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Bakı metrosu 1967-ci il Vəli Axundovun dövründədir. Məişət kondisionerlər zavodu 1975-ci il Heydər Əliyevin dövrünə aiddir. Bunu götürmürük. Kolxozçulara pasportun verilməsi başlanması 50-ci illərdir. O da deməli Heydər Əliyev dövrünə aid deyil. Ağdam Xankəndi dəmir yolunun çəkilməsi isə Heydər Əliyev dövrünə aiddir. Cavab olacaq 1, 3 düzgün variant. 54-cü sual. Osmanlı İmperiyasında durğunluq və geriləməyə daxili səbəbləri, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, daxili səbəblər soruşur bizdən. Beynəlxalq ticarət yolunun dəyişməsi bu xarici səbəbləri idi. Hərbi lent sistemi tamamilə ləğv olunmamışdı. Ordu quruculuğun nöqsanların artması. Cavab 1, 4. 55-ci sual. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığı xəritə üzərindən. Deməli, bir Konstantinopoly göstərir 1453-cü il, 2 Misri göstərir, Sultan 1-ci Səlimin dövrü 1516-cı il Misir məmlükələri məğlub elədi. 3 isə Əlcəzairi göstərir, o da Süleymanın dövrü 16-cı əsrin deməli 20-ci illəri. Cavab 1, 2, 3 olacaq. 56-cı sual. İbtidacımadan dediyimiz kimi yenə açıq gəldi sual. Bizdən Erkən Tuncu soruşur. Duluçuluq və toxuculuq kimi sənət sahələrinin yaranması bu neolitə aiddir. Dini ayinlərin icrası üçün ibadət evlərinin tikilməsi Erkən Tunc dövründədir. Baba Dərviş, Sərkərtəbə. Əhalinin dağətəyi və dağlıq zonada məskən salması Erkən Tunca aiddir. Köçmə yaylaq maldarlığı meydana gəldi. Metaldan ilk alətlər bu misdir, eneolit dövründədir, səhvdir. Şumlama zamanı qoşqu heyvanlarına istifadə edilməsi bu cavabda deməli düzgün cavabdır. Cavab olacaq 1, yox, 1 yox. 2, 3, 5. Cavab olacaq 2, 3, 5. AXC-dən sualımız gəlib. Deyil, çətin sual deyil. Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Azərbaycan türk dilinin elan olunması 18-ci ilin avqustudur. Gedir Gəncə dövrünə. Parlament yaması haqqında qanun qəbul olundu Bakıda. B gedir 3-ə. Osmanlı dövlətinin AXC-nin dövlət müstəqilliyi tanıması isə o da gedir Tiflis dövrünə. Batumun müqaviləsi. 1, C, 2, A, 3, B. Kəndlərə pulsuz torpaq verilməyibdir, konstitusiya olmayıbdır. Gəldik situasiya, gözlənildiyi kimi ayın 4-ü dünən ABŞ-ın yaranmasına 250 ili olduğuna görə sual da ABŞ-ın İstiqlal müharibəsindən gəldi. Mətn verilib ki, İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanının ticarət fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd deməli İngiltərə parlamentində qəbul edildikdən sonra 73-cü ilin sentyabrında 13 koloniyadan 12-si 1-ci kontinental konqresdə toplandı və təcili şəkildə müharibəyə başlamağa zərurəti vurğulandı. 2 il sonra başlayan müharibənin əvvəlindəki döyüşlər koloniyalarda Rus yüksəkliyi yaratdı. Saratoqada baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. Müharibənin gedişində müstəqilliyini elan etmiş dövlət Qərbi Avropanın aparıcı dövlətlərinin köməyi ilə İngilisləri müharibədə məğlub etdi. 58-ci sual. Mənbədə bəhs olunan müharibədə İngilislərə mübarizə aparmaq üçün kömək edən Qərbi Avropa dövlətləri Fransa, İspaniya. Bəhs edilən müharibədə İngiltərənin məğlub olmasının mənbədə göstərilməyən 2 səbəbini Amerikanların ruh yüksəkliyi, İngilislərin müharibəni belə deyək də təchizatı uzaqda olduğuna görə vaxt-vaxta çatdıra bilməməsi, bir də kolonistlərin partizan hərəkatından istifadə etməsi. Bu cavablar uyğun gəlir. 60-cı sual. Haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsi 2 nəticəsini qeyd edin. Təbii ki, bu nəticə nələr olacaq? Bu nəticələr olacaq ki, ilk dəfə olaraq konstitusiya qəbul olunmuş bir respublika yarandı. Həmin respublika Avropadakı monarxiyaların dağılmasına və burada inqilabi proseslərin gedişinə böyük təsir göstərdi. Həmin hadisələrdən biri də Fransa burjua inqilabıdır ki, Amerika İstiqlaliyyət müharibəsi həmin inqilabların başlanması üçün təkan rolunu oynadı.